Avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov saxlanılıb. Bu barədə onun vəkili Xalid Bağırov bildirib. Vəkil Xalid Bağırov bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Rəsul Cəfərova qarşı Cinayət Məcəlləsinin 192-ci qanunsuz sahibkarlıq, 213-cü vergi ödəməkdən yayınma və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Cəfərov 2006-cı ildən hüquq müdafiə fəaliyyəti ilə məşğul olur. O, Demokratiya naminə oxu və Demokratiya naminə incəsənət hüquq müdafiə kampaniyalarının fəal iştirakçısı olub. Siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olub. Strasburqda Aşpanın sonuncu sessiyası zamanı Rəsul Cəfərov və bir sıra digər hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbuslar problemi haqqında məruzə ediblər. Rəsul Cəfərov bu maddələrlə ittiham olundu. Bu gün də məhkəməyə gətirildi. Məhkəmədə də qeyd olunan vəsiyyət müstəntiqin vəsiyyəti başdan ayağa gülməli bir vəsiyyətdir. Yazır ki, adam istintaqın çağırışlarına gəlməmə ehtimalı var. Kifayət qədər əsaslar var ki, əlimizdə o gəlməyəcək. Amma adam 30-undan özü də etiraf elədi ki, 30-u çağırılıb ilk dəfə istintaqa, 30-unda da gəlib, 31-i çağırılıb, 31-ində də gəlib, 1-ində çağırılıb, 1-ində də gəlib, bu gün çağırılıb, bu gün də gəlib və həbs edilirlər onlar. Yəni bu kifayət qədər əsas nədən ibarətdir, bəlli deyil. Ondan əlavə istinad edirlər ki, Rəsul Cəfərovun xariclə çox sıx əlaqələri var və onun ölkədən getmə ehtimalı var. Amma özləri bir yandan da ölkədən çıxışına qadağan qoyur. Yəni bu əsasda özləri aradan qaldırıblar artıq. Üçüncü əsasları da ondan ibarətdir ki, Rəsul Cəfərov həbs olunması cinayətkar fəaliyyətini davam elətdirir. Cinayətkar fəaliyyəti nədir? Qrant alıb layihə həyata keçirə bilər. Amma nəzərə alsaq ki, hesabların üzərində də həbs qoyub, o da mümkün deyil. Yəni özləri öz göstərdikləri əsasları aradan qaldırıblar hamısını. Belə olan təqdirdə Rəsul Cəfərovun ittiham olunsa belə həbsini zəvr edə biləcək heç bir əsas göstərə bilmədilər. Yəni altında real səbəblər görünən, faktlar görünən əsas göstərə bilmədilər. Bir ay əvvəl Bakıda ATƏT Parlament Assambleyasının sessiyasında isə Rəsul Cəfərov və digərləri vətəndaş cəmiyyətinin problemləri üzrə ictimai dinləmələr keçiriblər. Hər iki tədbir Bakının mənfi reaksiyasına səbəb olub. Hakimiyyət nümayəndələri Aşpanın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etmək qərarından sözün əsl mənasında qəzəbləniblər.